Bismillahirrahmanirrahim. Güzel insanlar, değerli insanlar, aziz Allah'ın xeyri, bereketi, salamı, afiyeti sizin ve ailenizin üzerine olsun. Ben sizinle Kur'an-ı Kerim'in ayelerini paylaşmaya devam ederim. İstəyirəm ki, bu ayelerin içerisindeki mesajları sizinle bölüşüm, paylaşım. Onunla bağlı fikirlerimi bildirim, güzel insanlar. Məqsədim nedir? Məqsədim odur ki, Allah'ın kitabını, dinimizin kaynağı olan Allah'ın kitabını, Kur'an-ı Kerim'i doğru anlayaq, doğru öğrenək. Allah bizden ne istəyir? Onları doğru anlasak, Kur'an-ı Kerim bizim için bir rəhmət olar, güzel insanlar. Kur'an-ı Kerim'in özelliğinden biri de budur ki, o anlayışları insanların beynine, düşüncesine yerleştirir. Yani Allah mümin deyəndə kimi nəzərdə tutur? Salih emellerin ölçüsü sənə mənə göre değildir. Allah salih emellerin ölçüsünü neye göre koyup? Mümin kimdir? İman nedir? İslam nedir? Din nedir? Doğru yol hansıdır? Bunun her birinin Kur'an-ı Kerim'de belli bir karşılığı vardır. Yani Allah, aziz Allah bu anlayışların içerisini doldurup çerçevesini müeyyen edeyim. Eğer bizim anlayışlarımız Allah'ın buyurduğu ölçüde inşa olunmasa təsəvvürümüz düzelmez. Təsəvvürümüz düzelmese davranışımız, anlayışımız, əxlaqımız da düzelmez. Bugün sizinle yalnız Kur'an-ı Kerim'in birce ayesini paylaşacağım. O ayede Hucurat suresindedir. Hucurat suresi Kur'an-ı Kerim'in 49. suresidir. Hucurat sözünün mənası odalar ya da otaqlar ya da bölmeler kimi de tercüme edebilirik. Cəmisi 18 ayedir. O surenin yani Hucurat suresinin ben sizinle paylaşmak istediğim ayesi 15. ayesidir güzel insan. Bu ayede aziz Allah mümin kimdir sualına tarif verir. Yani Allah'ın bakışından, Allah'ın bile deyək, değeriyle, koyduğu ölçü ile mümin kimdir? Mümin kimdir sualına necə cevap verebilirik? Bilirsiniz ki Kur'an-ı Kerim'de müminler kimdir, mümin kimdir sualına cevap veren çok ayeler var. Bunların hamısını biz paylaşma imkanımız yoktur. Bir yavaş yavaş, adım adım, inşa ede. Bu Kur'an-ı Kerim'de bir ayet var. Sindire sindire oku, anlaya anlaya oku. İndi güzel insanlar 15. ayede aziz Allah mümine tarif verir. Kimdir mümin? Allah kime mümin değil? Yani biz Allah'ın buyurduğu kimi mümin olacaksa mümin olacağız. Müminlik diplomumuz kabul olunacak. Müminlik diplomumuzu Allah versin. Yani Allah'ın koyduğu ölçüde inşa olursa biz müminlik anlayışına uygun oluruz güzel insan. Bakın orada 15. ayette aziz Allah buyurur ki Bismillahirrahmanirrahim. Gerçek müminler onlardır ki onlar ancak Allah'a ve elçisine iman edirlər. Bakın ibadetimiz, itaatimiz yalnız Allah'adır. Ve Allah'ın elçisine iman edirlər. Allah'ın elçisiyle bağlı revayetlere değil, elçisine. Elçi kimdir? Elçi Allah'ın kitabını, mesajını getirip insanlara çattırandır. Biz Allah'ın Resulünün getirdiği mesaja iman edirik. İki, sonra da şüphe duymayanlardır. Mümin Allah'a şüphe duymaz. Mümin Allah'a tam güvenir. Mümin kimdir? Allah'a iman edir, güvenir ve aynı zamanda Kur'an-ı Kerim deyir ki mümin güven veren insandır. Bakın mümin, cemiyette insanlar ona deyirlər ki o güvenilen insandır, emin insandır, dürüst insandır. İnsan güvenliği necə kazanır? Mümin güvenilen insan olmağı necə kazanır? Bakın düşündüğü, dikkat edin, dediği ve ettiği üçü üst üste düşür. Onda güven kazanabilir. Güzel insana dürüstlük güven getirir, samimilik güven getirir. Bakın müminin özelliği budur. Allah'a iman edir. Allah'ın Resulüne iman edir. Şüphesi yoktur. Allah'a iman edir ve güvenir. Yani hem Allah'a iman ettiğini, güvendiğini söyleyip hem de gidip mezarlardan, pirlerden, şeyhlerden, ocaklardan istemir. Güzel insanlar. Bu Allah'a güvensizliktir. Bakın sonra ne deyir? Fikir verin. Birinci ölçü ne oldu? Allah'a iman etti, elçisine iman etti. Sonra şüphe etmedi. Sonraki ölçü budur. Allah yolunda mallarıyla cihad edirlər. Bakın mallarıyla cihad etmeyin ölçüsü nedir? Bakın eğer siz malınızı, servetinizi, kazancınızı halal yolla kazanırsınızsa, emeğinizle kazanırsınızsa, alnınızın teriyle kazanırsınızsa o cihad içerisindesiniz. Güzel insanlar. İki, o malınızı eğer
ailenizin ihtiyacına sərf edirsinizsə cihad içərisindəsiniz, gözəl insanlar. Malınızla əgər imkansız insanlara yardım edirsinizsə cihad etmiş olursunuz. Təkcə bu deyil, eyni zamanda malınızı xeyrə, bərəkətə, təhsilə, elmə yönəldirsinizsə, tələbə olmaq istəyən, tələbə adını qazanan, amma oxumaq imkanı olmayan insanlara yardım edirsinizsə, kitabı, xeyri, bərəkəti, nuru çoxaldırsınızsa malınızla, məktəb açırsınızsa, məscid açırsınızsa, xəstəxana açırsınızsa, insanların yardımına qoşursunuzsa, Allah buyurur ki, mümin o insandır ki, malıyla cihad edir. 3, canıyla cihad edir. Baxın, malımızın haqqı var. Malımızın haqqı onu xeyrə sərf etməkdir. Malımızın haqqı onu halaldan qazanıb halala sərf etməkdir. Eyni zamanda əziz Allah buyurur ki, mümin o insandır ki, müminlər o insanlardır ki, canlarıyla da cihad edirlər. Yəni bədənimizin haqqı nədir? Bədənimizin, gözümüzün, əlimizin, ayağımızın, ürəyimizin haqqı odur ki, gözəl insanı biz onu cəmiyyətdə, dünyada xeyrin, bərəkətin çoxalmasına sərf edəyik. Baxın, sonra nə deyir? Sonra nə deyir? Bax, məhz inancında doğru olanlar sadəcə bunlardır. Allah deyir ki, inancında doğru olanlar, yəni gerçək mümin olanlar. Nəyi birləşdirmiş oldu bu ayə? 2 şeyi birləşdirir. 1, sağlam bir iman, sağlam bir güvən, Allaha sağlam bir güvən, Allaha sağlam bir iman, güvən, üstə gəl gözəl insanlar. Baxın, Allah istəyir ki, biz o sağlam imanımızı və güvənimizi əməllərimizlə dəstəkləyək. Yəni, imanla, Allaha güvənlə əməlimiz arasında bağ olsun. İman və salih əməllər. Müminin özəlliyi budur. İnanır, güvənir və inandığını, güvəndiyini həyatında da göstərir. Yəni, nə edir? Malıyla cihad edir, canıyla cihad edir, xeyri, bərəkəti çoxaldır. Əslində, gözəl insanlar, bu həm də cənnətin, Allahın rızasını qazanmağın ölçüsü də budur. 2 dənə xilaskar var. Biri imandır, biri də salih əməldir. İman və salih əməl. Qurtuluş buradadır, xilaskar buradadır. Bu ayə bizə nə demiş oldu? Hucurat surəsinin 15-ci ayəsi dedi ki, gerçək müminlər odur ki, onlardır ki, onlar Allaha iman edirlər, Allahın rəsuluna iman edirlər, yəni Allahın rəsulunun gətirdiyinə iman edirlər. İmanlarında şübhə yoxdur, güvənləri tamdır, onlar malları ilə cihad edirlər, eyni zamanda canları ilə cihad edirlər və əziz Allah buyurur ki, əsl, gerçək müminlər budur, əsl sağlam iman da budur. Yəni Allah buyurur ki, ey müminlər, ey müminlik iddiası olanlar, İmanınızla, güvəninizlə salih əməlinizi birləşdirin. Sözünüzlə, inancınızla həyatınız üstə düşsün. Niyə görə? Çünki mümin, inanan, güvənən və güvən verən insandır. Bizim ətrafımızda, ailəmizdə, çevrəmizdə, ölkəmizdə, mühitimizdə, işlədiyimiz yerdə insanlar bizə necə güvənərlər? Biz dediyimizə, inandığımıza əməl etsək, əməlimizdə onu göstərsək bizə güvənərlər. Yəni deyərlər ki, bu kişi mümin adamdır. Bu xanım mümindir. Həyatıyla imanı üstə düşür. Sözü ilə əməli üstə düşür, gözəl insanlar. Sizcə mümin insanların Allahın qoyduğu ölçü ilə inşa olunmuş mümin insanlardan ibarət olan dünyada, cəmiyyətdə, ailədə, şəhərdə yaşamaq, huzurlu yaşamaq deyilmi? Müminlərin, gerçək müminlərin sayının çoxalması, xeyirli insanların sayının çoxalması cəmiyyətdə huzurun gəlməsi deməkdir. Barışın gəlməsi deməkdir. Gözəl əxlaqın gəlməsi deməkdir. Cəhalətin getməsi deməkdir. Onun yerinə elmin, barışın, qardaşlığın, vəhdətin, birliyin, insanlığın inşa olunması deməkdir. Məni dinlədiyinizə görə sizə təşəkkür edirəm. Var olun, sağ olun. Əziz Allahın sonsuz, sınırsız mərhəmətinə əmanət olun. Gözəl insanlar.